Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin demək olar mərkəzində, gözəl bir yerində, sakit məhəlləsində 3 sotun içində tam paket kupçalı, ipotekaya yararlı, demək ki, 2 mərtəbəli, gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu ev şəxsi inşa olunmuş bir evdir. Ev də tam təmirlidir. Bir dənə çölünə başına bir çölünə kosmetik xərc lazımdır. Demək gördüyünüz kimi, bax bura maşın girən həyətidir. Gördüyünüz kimi həyətin rahat 3-4 maşın rahat daxil ola bilir. Demək, hörmətli izləyicilər, burada evin qabaq hissəsidir. Gördüyünüz kimi də həyətində də hardasa burada da bir 60-70 kvadrat həyəti var. Ev ara mərtəbəsi monolitli kamera ilə kameralar hamısı qururaşdırılıb. Gördüyünüz kimi də bax ricerlərdə hamısı ev özü həqiqətən çox möhkəm tikilib. Hardasa 40-40 ricerlər verib. Fundament göz qabağında birinci mərtəbədə monolitli istip oldu. Yəni bunu nəzərdə çatdırım. İndi evin bütün içinə girəndə tam təmirini özünüz görəcəksiniz. Burada da həyətində ayrıca əldamıdır. Ev sahibi burada əldam düzəldir. Burada həyətin sanitar qovşağıdır. Bunu da nəzərdə çatdırım. Burada biraz işlər qalıb. Amma əslində evin içi tam təmiri vəziyyətdədir. İndi ətraflı sizin məlumatı sizə çatdıracağım. Daxil olur buradan, bax evin bir giriş hissəsində. Ev sahibi demək, burada indi artıq əşyalar yığıblar. Bunlar köçlərdir, aparacaqlar bunları ev sahibi. Artıq əşyalardır. O evin yan tərəflərindən keçmək mümkündür. Görürsünüz, evin arxasına belə keçmək mümkündür. Hər tərəfini fırlama mümkündür. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bu bir dənə. Burada da ev sahibi belə bir gözəl bir şey yaradıb. Yayda zaten əmin bir qışda oturmaq üçün. Bax, belə bir. Bura açılır. Bax, hörmətli izləyicilər. Burada ev sahibi buranı da belə raşotka eləyəcəkdir. Bax, bir hissə. Burada da yayda zaten oturmağa belə bir şərait yaradıb. Düzdür, indi artıq əşyalar yığıblar. Burada bax belə. Görürsünüz, bax belə açılır rahat. Burada da yayda zaten yenə oturmaq üçün. Görürsünüz, hamısı belə açıq balımı hamısı bax belə sürtünməyədir. Görürsünüz, tam rahat. Pəncərələr də elədir. Yəni bunu nəzərinizə çatdırım. Girən evin içinə. Evin içi tam təmirlidir. Yəni gözəl vəziyyətdə təmir olunub. Yenə qeyd edirəm, ev həqiqətən ev sahibi özünə təmirlətdirib. Yenə qeyd edirəm, torpağın da evində kupçası var, hörmətli izləyicilər. Bura giriş hissəsidir. Döşəməsi istip oldu. Sağda belə bir şkaf yığılıb, gördüyünüz kimi. Sağ tərəfdə burada bir geniş otaqdır. Hardasa 4-ün 5-ə. Ev təmirlidir. Yəni nəzərinizə çatdırım. Alt qapılardan, bahalı qapılardan istifadə olunub. Bura mətbəxdir. Həm də hörmətli izləyicilər. Bax, görürsünüz, bu zaldan da. Zaldır bura, həm də həm qonaq otağıdır. Bax, buradan da belə bir üst qapılar qoyulub belə. Zaldan keçib bu tərəfə də keçmək mümkündür. Burada mətbəxdir, zal üstü deyilib ev sahibi. İstəsəniz, yəni buranı bağlaya bilərsiniz. Ayrıca mətbəx kimi eləyə bilərsiniz. Ev sahibi hal-hazırda yəni belə bir proyekt verib, gördüyünüz kimi də. Yəni buranın da qapısı yeri var. Yəni mətbəxi ayırmaq olar. Ev sahibi qoyub buradan. Göz hörmətli izləyicilər. Oranı bağlı ayırmaq olar, mümkündür. Bu da sanuzel hissəsidir. Təmir super, özü bahalı. Moydatırızadır, görürsünüz. Gördüyünüz kimi hörmətli izləyicilər, evin təmiri həqiqətən ideal vəziyyətdə təmir olunub. Aşağıda bir zal, bir mətbəx, bir də yataq otağı. Bu da yataq otağıdır. Bunu nəzərinizə çatdırım, gördüyünüz kimi. Yenə deyirəm, mətbəxin qapısını arıza qoyub. Kim istəsə oradan bağlayar, buradan qoyar, ya da ora açıq qala bilər. Yəni burada bir ciddi problem yoxdur. Görürsünüz, burada qalxırıq yuxarı, pləkanlar zadı. Buradan da pləkan da belə işıqlıdır. Qalxırıq yuxarı buradan. Qalxan kimi yuxarıda ayrıca bir sanuzelidir. Gördüyünüz kimi burada sanuzeli hissəsidir. Ev mansard tiplədir. Amma evi
Ev sahibi elə eləyib ki, çox gözəl izolyasiya deyilib. Yəni evin bir dəqiqə istiliyi, temperaturu burada super. Merhaba. Televizor hesab. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, bax burada əşyalar demək olar 80-90% qalacaq, elektroniklər götürəcək. Yəni əşyalı olacaq. Burada da bir dənə yataq otağıdır, gördüyünüz kimi. Yataq otağının içində də bax belə bir sanuzeli var. Belə sanuzeli də var. Ev həqiqətən çox gözəl evdir. Bir dənə çöl kosmetikasına xərc lazımdır. Ev sahibi də onu nəzərə alacaq. Təmir çox gözəl, səliqəli bir evdir həqiqətən. Evə söhbət ola bilməz. Keyfiyyəti də ayaq altısı da birbaşa. Yəni stipol demək olar, döşəməsi betondur. Burada da bir yenə yataq otağı var. Demək olar, hörmətli izləyicilər, bu əşyaların demək olar 90% qalacaq. Bir dənə elektroniklər götürüləcək. Ara mərtəbəsi monolitdir demişdim sizə. 4 otaq buradadır. Yəni bunu nəzərinizə çatdırım ki, aşağıda da bir zal, bir yataq otağı. Cəmi 6 otaqdır. Mansar olmağına baxmayın, hörmətli izləyicilər. Ev sahibi bunu elə yığıb ki, yəni bir dənə evdə havalanması zaten hamısı qaydasındadır. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayır, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Ev yenə qeyd edirəm. Mərkəzə yaxın yerdədir, mərkəzdədir. Demək olar 3 sotun içində tam paket, torpağında evində ipoteka yararı kupçalı bir evdir. Qiymətdə 250.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 250.000 start qiymət. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.